sirki o mütləq həqiqətin içindəki yalan dairəsi kimi götürək. Məsəl üçün, Bakı şəhəri özü və Bakı sirkinin içi bir-birindən tam fərqli iki reallıq. Daha doğrusu, biri həqiqət, digəri isə illüziya, bir yalan. İndi gəlin təsəvvür eləyək ki, bu yalanın, illüziyanın içində bir ayı balası dünyaya gəlir. Bu balaca ayı sirkdə böyüməyə başlayır. Böyüdükcə ona müxtəlif fəndlər öyrədirlər, arada bir səhnəyə çıxardırlar və beləcə uzun illər keçir. Artıq sirkdə böyümüş ayı təcrübəlidir. Qaydaları bilir, ona öyrədilən fəndləri yerinə yetirir, velosiped sürür, topla oynayır, belə deyək, sirkin qaydalarını mənimsəyib, adaptasiya olunub və haradasa uğur qazanıb sirk çərçivəsində. Amma bütün bu illər ərzində sirkdən bir addım da kənara atmayıb. Sirkdən kənarda olan dünyadan heç bir xəbəri yoxdur. O elə bilir ki, kainatın sonu elə sirkin divarlarıdır. Biz insanlıq olaraq belə bir aya baxanda ona xoşbəxt ayı deyə bilirikmi? Təbii ki, yox.